Vaginal kandidoz haqqında danışmaq istəyirəm. Vaginal kandidoz qadınlarda ən çox rast gələnən infeksiyalardan biridir. Vaginal kandidozun yaranmasında kandida adlı göbələklərdir. Normalda da bizim uşaqlıq yolunun vaginada kandida adlı göbələklər olur. Ancaq immun sistemi zəifləyəndə, mikrofloranın pozulmasında bunlar artıb çoxalırlar. Vaginal kandidozun daha çox hansı əlamətlərlə özünü büruzə verir? Uşaq vaginadan ağ pendirə bənzər axıntıların olması, qaşınma, yanma hissləri, cinsi əlaqə zamanı ağrının olması, sidik ifrazı zamanı diskomfort hissinin yaranmasına səbəb olur. Vaginal kandidozun yaranma səbəblərindən aşırı antibiotiklərin istifadə olunması, hamiləlik, şəkərli diabet, stress, yuxusuzluq, sintetik al paltarları, sıx geyimlər kandidozun yaranmasının səbəb olur. Kandidozun müalicəsində əsasən yerli şamlar, kremlərdən istifadə olunur. Bəzən də mikrofloranın düzəlməsi kandidozun müalicəsinə səbəb olur. Bunlar üçün mütləq ancaq bunları həkim tövsiyəsi ilə qəbul olunmalıdır. HCC Clinical Hospital, sağlamlığınızı bizə etibar edin.